Salam əziz dinləyicilər. Bugün mən sizə Gələcəkdən Xəbər rubrikası ilə çıxış edəcəm. Və Gələcəkdən Xəbər rubrikası mənim bilirsiniz ki, Gələcəkdən Xəbər əsərimdəndir. İndi bəzi nəqarətləri mən izahını vermişəm. O izahını verdim nəqarətləri oxuyuram. Sonra hansı ki nəqarətlərin izahını verməmişəm, onları qısa, xülasə formasında öz fikirlərimi bildirəcəm. Xahiş edirəm, qulaq asın. Bəşərin bir dövrü qızıl əsridir. İnsan əzabının sonu bəsidir. Tanrı buyurdu ki, bugündən belə insan hər əziyyət çəkməsin elə. Təbiət insandan uzaqlaşdıqca, maddi nemətlər də bulunmadıqca, göylərə məkanlar yaxınlaşacaq, ülvi bir gözəllik işıq saçacaq. İnsani günahlar bağışlanacaq, həyat yollarına sirdaş duracaq. Mənfilik bir daha olmayacaqdır. Kainat xeyirlə tam olacaqdır. Şeytanın əl qolu bağlanacaqdır. Cəhənnəm oduna atılacaqdır. Antikrist dünyaya gələn zamanda, Xristiyan sonluğa yetən zamanda, aləmi bürüyər yalan, iftira. İnsanlar qul olar dövlətə, vara. Dövlətlər içində olar təfriqə, döyüşlər çoxalar, salar təfriqə. Gəncədə yaranan yeni dövlətdə, ağıllı hökümdar ömür sürəndə, keşiklər hər yerdə təqib olacaq, kilsələr talanıb, oğurlanacaq. Kilsələr məhfinə fərman verdikcə, yeni hökümdarın dövrü gəldikcə, İslamın qüdrəti heyvsət alar, məscidlər hər yerdə binalar salar. Daşqınlar aləmə saçacaq bəla, buzlaq əriməklə salacaq bəla. Amerika bir anda qalar su altda, fəlakət daima artar dünyada. Yeni din dünyaya gələn zamanda, səmadan aləm də işıqlananda, iki hökümdar ki çıxdı meydana, Rusiya önündə durdu mərdanə. Şiddətli döyüşlər başlanan vaxtı, ölüm insanlarla çarpışan vaxtı, tezliklə qardaşları göstərər qüdrət, bölünər Rusiya adında dövlət. Türklərin dövləti oldu qüdrətli, bəşər tarixində oldu qiymətli. Dünyada hegemon iki dövlət var, onlar arasında həmrəylik də yar. Dostlar sözlərinə xilaf çıxacaq, Amerika, Rusiya qarşılaşacaq. Dünya müharibəsi başlanan anda, 3 il 7 ayı keçən zamanda, müharibə sanki genişlənəcək, Amerika, Rusiya qarşı gələcək. Atalar məsələni unutmaq olmaz, iki qoçun başı heç vaxt həyatda, bilirdik ki, bir qazanda qaynamaz. Müharibə uzun sürsə də sonu, Amerika geyəcək qələbə donu. Vəhşi insan yaşar, yaradar yerdə, həyat üçün qorxu anladar yerdə. Müharibə odu alovlananda, 70 döyüş anı başlar o anda. Fransanı sellər sular bürüyər, Sena çayı tamam coşar, kürəyər. Yaşayış yerləri qalar su altda, İnsanlar məhv olar belə zülmatda.
Koreyada üsyan anı başladı. Birləşməyə millət tamam anladı. Hindistanla savaş eder Pakistan. Sülh bağlanar, ocaq sönər bu andan. Əfqanistan sülhə qənim kəsiləndə, zəlzələlər bəla verər gələndə. Üsyanlar başlayar daimə içində, insanlar olacaq zillət içində. Uçan boşqapların tez-tez səfəri, insan kütləsi ilə iş görüşləri, həll edəcək bütün problemləri, göstərəcək çox sirli aləmləri. Balıqlar gücündən gələn siqnallar, radio teleskopla məlum olanlar, elmə bəzi sirri aşkar edəcək, orada həyatı deyəcək aşkar. Ümmanlar qalxdısa artar gəmilər, insanla boşalar dolar gəmilər. Tapıldı əbədi yanacaq növü, əbədi nəslə verdi pak möhrü. Atmosfer bir daha çirklənməyəcək, təbiət insanla didişməyəcək. Yüksək şürmasda dayaq salanda, yerin özü insan üçün qalanda, hərbi yüksəlişə çatan zamanda, ümid yeri olmaz həyat solanda. Yeni insan Marsa ayaq basaraq, yerdən uzaq həyat üçün qaçaraq, məskən salar həyat qurar orada, ilahidən ruhlar yaşar bir Marsda. Şər qüvvələr rəhbər tutar şeytanı, ixtişaşlar məhv yapar insanı. Mənəviyyat olar tamam tarimar, bədxahlıq da artar, ömür qısalar. Həyat məcrasına tamam çıxanda, ölüm hökmətə doğru çatanda, maddi nemətlərdən yaranan qıtlıq, bəşəri acıq da yaradar qıtlıq. Antikrist o gün ki gəldi dünyaya, yalanla dolacaq bəşəri dərya. Üçlük deyilən birlik bil həqiqətdir. Üç dövlət başçısı tam qüdrətdir. Onları təhlükdə məhv edəcəkdir. Yer planet tamam şərlənəcəkdir. Yəni bu üçü deyilən dövlət əsas indi növbəti nəqarətlərin mən izahını verəcəm. Bu antikrist ki dünyaya gəldi, orada üçlük deyilən ən böyük dövlətlər biri Amerika Birləşmiş Ştatlarıdır, Rusiyadır, bir də Çindir. Bu üç dövlət parçası birləşib bir qüdrət yaradır yer planetində. Ancaq antikrist çox güclü olur və antikrist onları tək belə deyək ki, Amerika Birləşmiş Ştatlarında prezidentini, Rusiyanın prezidentini və Çinin də baş katibini tək məhv edəcəkdir. Antikrist insanlar toplar başına, şər qüvvələr hər an gələr yanına. Antikrist öz çoxlu insanlar toplayacaqdır. Bu insanlar deyəndə antikristin böyük orduları olacaq və antikrist öz ordusu ilə yer planetində qüdrətli bir gücə malik olacaqdır. Dövlətlər arası yaradar nifaq, hakimiyyət üçün anladar nifaq. Antikrist dünyaya gələndən sonra dövlətlər arası nifaq yaradacaq. Dövlətlər arasında müharibə ocaqları genişlənəcək. Tezliklə yayınar sülhdən ölkələr, bəşər aləmi bürər zülümlər. Əlbəttə tezliklə antikristin nifaq saldığı dövlətlərdə müharibələr olacaq və ölkələr arasında düşmənçilik toxumu səpiləcək və yer planetində dövlətlər arasında müharibə ocaqları sayı gündən-günə artacaq, genişlənəcək.
27 il olacaq qırğın, dinclər nəslə salacaq qırğın. Zindanlar dolacaq əsirlər ilə, sevgi solacaq çox sirlər ilə. Yəni bax bu dövlətlər arasında bu müharibələr 27 il davam edəcəkdir. Çoxlu insanlar məhv olacaqdır. Bir güclü dövlətlər başqa dövlətlərin ərazisini işğal edəcək və orada bütün düşmənləri belə deyək də, çoxlu əsirlər, yəni güclü dövlətlər başqa dövlətlərin ərazisini işğal etməklə, həmin dövlətin ərazisini işğal edəcək, çoxlu zindanlarda çoxlu əsirlər olacaq və bir növ yer planetində bir xaos yaranacaq. Yer üzü cəsəddən yapar örtüklər, viran tək qalacaq ölkə, dövlətlər. Deməli, yer üzündə böyük qırğınlar olacaq. İnsanların, müharibənin nəticəsində çoxlu insanlar tələf olacaq. Əsrlər bir-birini tamamlayanda, yüksək şuur kamil insan olanda, texnika sahəsi çox genişlənəcək, yeni ulduzlardan müjdə gələcək və illər keçdikcə dövlətlərdə texnika, texnologiya sürətlə inkişaf edəcək və belə deyək ki, yeni nanotexnologiyaya nail olacaqlar. Elmin inkişafı sürətlənərək, ixtira səmərə əldə edərək, elmi nəzəriyyə qanat açacaq, texniki sahə də açılacaq. Yeni alimlərimiz yeni elmi nəzəriyyələr icad edəcəklər. Texnika, texnologiya sürətlə inkişaf edəcək. Texnika sahəsində yeni elmi sahələr yaranacaq. İstologiya elmi inkişaf edər, insan şuurunda yenilik törər. Yeni bir, deməli, bizim yerdə alimlərimiz yeni bir elm yaradacaq. Bu da istologiya elmi olacaq və istologiya elmin əsasını alimlər qoyacaq. Yüksəlib, saflaşar yeni cəmiyyət, yenə güclənəcək qanun ədalət. Əlbəttə, gələcəkdə saf cəmiyyət yaranacaq, haqq ədalət bərqərar olacaq, dövlətlərdə qanun, ədalət zəfər çalacaq. Kosmik raketlə olar səyahət, Marsa uçuşa da verilər rüsət və yeni bir texnikalar sürətlə inkişaf edəcək, müasir kosmik raketlər icad ediləcək və bu kosmik raketlərlə nəinki Aya, Marsa da insanlar uçuşlar edəcək. Güclü teleskoplar salınır işə, yollar açılacaq nurlu günəşə və get-gedə ən güclü teleskoplar icad olunacaq və bu güclü teleskopların köməyi ilə yeni planetlər kəşf ediləcək. Qaranlıq dünyalar işıqlaşanda, günəş sistemləri fəth olunanda, yəni bu güclü teleskopların köməyi ilə yeni günəş sistemləri kəşf ediləcək. Həmin günəş sistemlərində yer planetə oxşar planetlər də belə astronomlar tapacaq. Kosmosun ətraflı öyrənilməsi, sirli aləmlərin bir səslənməsi, insana çox sirri açıb göstərər, haqq elmi də yer elmi ilə birləşər. Əlbəttə, kainatın sirlərini keçən insanlar daha da dərindən mənimsəyəcəklər, kainatın yeni sirlərini açanı tapacaqlar
və kainatımız haqqında, qalaktikalarımız haqqında yeni informasiyalar əldə edəcəklər. Dünyada iqlimin dəyişməsi ilə, şimal buzlaqlarının əriməsi ilə Amerika yarıdan suya batacaq, qasığa tonlar heç olacaq. Bilirsiniz ki, indi şimal buzlu Arktikada buz aysbergləri əriməkdədir. Əgər bu buz aysbergləri əriyərsə, onda okeanlarda suyun səviyyəsi qalxacaq. İlk öncə bu şimal buzlaqlarının əriməsi ilə Amerika, Kanada müəyyən hissələri su altında qalacaq. Və okeanda suyun səviyyəsi qalxması eyni zamanda dünyada qasığa tufanlar gündən-günə artacaq. Rusiya, Amerika bu iki dövlət gücünü bir anda itirər əlbət. Əlbəttə get-gedə Rusiya da, Amerika da öz hegemonluğunu itirəcək və yeni bir dövlət yaranacaq. Bu dövlət o dəstən dövləti olacaq ki, bizim Azərbaycan Respublikası yerində 21-ci əsrin axırlarında o dəstən dövləti yaranacaq və o dəstən dövləti yer planetində yeganə hegemon dövlət olacaq və o İslam qanunu ilə işləyəcək. Əsrin sonlarında yaşayış tərzi sakit bir həyatda keçəcək məhzun. Əlbəttə 20-ci əsrin axırında Türkün qızıl əsri başlayır, əmin-amanlıq əsri başlayır və bu ərəfədə yəqin ki, bu müharibələr son qoyulacaq. Bütün dövlətdə insanlar dinc həyat tərzi sürəcəklər. İnsanlar yəqin ki, sakit yaşayar, yeni dünya nurun hökmü ilə başlar. Onların zamanı dəyişəcəkdir, təbiət təsiri kəsiləcəkdir. Mən sizə çox söhbət eləmişəm və demişəm ki, gələcəkdə 20-ci əsrin axırlarında adi insanları odlu insanlar əvəz edəcəklər. Odlu insanlar maddi nemətlərdən uzaqlaşacaqlar. Odlu insanlar günəş enerjisindən qidalanacaqlar və maddi nemətlərə ehtiyac duyulmayacaq. Və ona görə də yaranmış yeni odlu insanlarla təbiətin əlaqəsi kəsiləcək. Yəni, əgər odlu insanlar maddi nemətlərlə qidalanmırlarsa, günəş enerjisindən qidalanırlarsa, onlara ehtiyac olmayacaq ki, deməli, torpaqda taxıl, buğda əksinlər, arpa əksinlər, çovdar əksinlər, deyək ki, bostan məhsulu əksinlər və s. Deməli, bunlara maddi nemətlər buyurulmayacaq, yaxud da ki, heyvan ətindən yeməyəcəklər. Və ona görə də yazıram ki, insanlar yəqin ki, sakit yaşayar, yeni dünya nurun hökmü ilə başlar. Onların zamanı dəyişəcəkdir, təbiət təsiri kəsiləcəkdir. Yəni, odlu insanlar təbiətdən əlaqəsi olmayacaq, sərbəst olacaqlar. Onların qida mənbəyi günəşin enerjisi olacaq. Maddi nemətlərdən uzaqlaşdıqca, Allaha da mənə yaxınlaşdıqca, mənəvi yüksəlik kamil olacaq, həyata baxışlar tam saflaşacaq. Əlbəttə ki, gələcəkdə odlu insanlar maddi nemətlərdən əl çəkəndən sonra onlar mənəvi dünyanın sakinləri olacaqlar. Odlu insanlarda mənəvi kamili yüksələcək, onların mental şuur dərəcəsi genişlənəcək, yüksək əqlə zəkiyə çatacaqlar. Planetlər parada hazırlaşanda, onlarla Mars yeni xəttdə duranda xoşbəxt yaşayacaq hər mömin insan. Allahla bağlı artacaq hər an. Və yalnız odlu insanlar Allahla bağlı olacaqdır. Və əlbəttə ki, müəyyən bir dövrdə Mars bütün planetlər bir xəttdə olanda yer planetinə yeni bir era başlayacaq və bu erada insanlar daha da Allaha yaxınlaşacaq. İyul ayı sanki yaxınlaşanda
səmadan heybətli ölüm saçanda İsa Peyğəmbərin ruhu enəcək, onu sevənlərə qüdrət verəcək. Əlbəttə ki, bütün xristian dünyası İsa Peyğəmbəri gözləyir və deyirlər ki, gələcəkdə İsa Peyğəmbər zühur edəcək. İndi mən burada yazıram ki, iyul ayı yaxınlaşanda, yəni iyul ayı yaxınlaşanda, bu deməkdir, yəqin ki, may ayında İsa Peyğəmbər zühur edəcək. İndi bu hansı ilin may ayı? O bir Allahımıza məlumdur. Yəni hansısa ilin gələcəkdə. Hansısa ilin iyul ayına yaxınlaşanda, may ayında belə İsa Peyğəmbər zühur edəcək. Və İsa Peyğəmbər zühur edəndən sonra o bütün insanları öz ətrafına toplayacaq və insanları haqqın, ədalətin carçılarına çevirəcək. Güclü dövlətlərin başlar savaşı, yeryüzü insan üçün onlar göz yaşı. Əlbəttə, vaxt gələcək, ola bilsin yaxın zamanlarda güclü dövlətlər arasında savaş gedir. Elə Ukrayna-Rusiya müharibəsi elə o demək deyilmi ki, güclü dövlətlərin savaşı başlayıb. Ukrayna arxasında NATO ölkələri, Amerika Birləşmiş Ştatları durursa, belə fikir söyləmək olar ki, Amerikanın NATO ölkələri Rusiya ilə vuruşur. Deməli, bu başlayıbdır, göz qarşısındadır. Və yaxud da ki, İsrail-İran müharibəsi. Hərbin dairəsi alovlananda, ölkələr xaraba viran qalanda, İndi fikir verirsinizmi, İsrail İranın bütün obyektlərini məhv edir. İran da İsrailin bütün obyektlərini məhv edir. Eyni zamanda yaşayış evləri dağılır. İsrailin ərazisi də, İran ərazisi də bir cəhənnəmə çevrilibdir. Bu ölkələr elə bir xarabacarlığa çevrilib. Cəhənnəm qazanı qaynar, yanar. Mənfur insanlarla dolub boşalar. İnsan ahlana şivə qoparaq, qadın uşaqlarla tələf olaraq, müharibə hər an genişlənəcək, insan kütləsinə qırğın verəcək. Ölkələr odlanıb viran qalanda, xəstə insana qənim duranda, zəlzələ, tufanlar, sellər artacaq, İnsan kütləsinə bəli olacaq. Son vaxtlar fikir verirsiniz, İsrail dağılır, İran dağılır, Ukrayna dağılır, Rusiya dağılır. Bu da müharibə ocaqlarının yaranmasına nəticəsində baş veribdir. Nə qədər insanlar ölübdür. Ukraynada nə qədər qocalar, qadınlar, uşaqlar tələf olub. Deyək ki, İsraildə, İranda nə qədər qocalar, uşaqlar, qadınlar tələf olub. Ölkələr alışıb yanır. İsrailin şəhərləri, İranın şəhərləri, Ukraynanın şəhərləri alışıb yanır. Eyni zamanda dünyada zəlzələ, tufanlar, sellər gündən-günə artır. Bu təkcə müharibə ocaqları yox, elə bu zəlzələ, tufanlar da insana böyük bir bəla gətirir. Mənəvi gözəllik tamamı yox olar, haqsız insanı mənası oldurar. Əlbəttə ki, belə olan halda insanların həyat tərzi puç olur. Müharibə ocaqlı insanların həyat proqramı yeni etmə maneçilik törədir. Günahsız insanlar məhv olur. Afrikada təzə virus yaranar, qorxunc xəstəliklə əlac aranar. Gələcəkdə Afrikada da yeni bir virus yaranacaq. Bu qorxunc bir virus olacaq. Necə bu koronavirus bütün dünyanı vəlvələyə saldı. Koronavirusda nə qədər insanlar məhv oldu. İndi də belə bir qorxulu virus Afrikada yaranacaq. Və bu qorxulu bir xəstəlik törədəcək.
İndi mən burada bu Afrikada yaranan virus haqqında poemamda fikirlərimi bildirirəm. İlk viruslar yeni simptom yaradar, naməlum xəstəlik tufan qoparar. İnsanlara böyük bəla açaraq, minlərlə insanı qırıb ataraq, bu sirli xəstəlik doğurdu heyrət, səbəbini aşmağa yetmədi qüvvət. Koronavirus kimi bu Afrikada yaranan virus da böyük bir bəla olacaq, çoxlu insanları məhv edəcək. Dünya tərəfləri yeni sınağa dözənmədi, birdən qalxdı ayağa. Yaranan xəstəlik olsa da bəla, viruslu ölümə mütləq mübtəla. Əlac tapılmadı çünki əlamət, yuxudakən ölür, gündüzsə səlamət. Yenə deyirəm, yaranan xəstəlik olsa da bəla, viruslu ölümə mütləq mübtəla. Əlac tapılmadı çünki əlamət, yuxudakən olur, gündüz səlamət. Yəni bu virus elə bir virusdur ki, insanlar gecə yatır, dünyasını dəyişir. Yəni əsas insanın ölümü gecə vaxtı olur. Gecə olan kimi bu Afrikada yayılan virus insanları məhv edir. İndi bu alimlər də bu virusun qarşı tədbir görürlər ki, necə edək ki, bu qırğın qarşısını alsınlar. Və yazıram ki, xəstə yatan zaman həyatı bitər, ruh bədəndən çıxar, o anda itər. Yenə deyim, yəni yalnız gecələr bu virus insanları öldürür. Ancaq gündüz virus insanlara təsir etmir. Bunun da özünə bir möcüzəsi var. Nəyə görə məhz virus gecələr insanı öldürür, ancaq gündüz yox. Deməli, burada da nəsə var, bunun da bir sirri var. Yazıram ki, xəstə yatan zamanı həyatı bitər, ruh bədəndən çıxar, o anda itər. Göyə qaldırarlar ruhunu demə, necə məlum olsun simptom həkimə. Uşaqlıq dövrünü xatırladırlar, gələcək həyatı həm anladırlar. Tezlə təblər tapacaq əlac, xəstəliyə qarşı yapacaq əlac. Nəhayət ki, insanlar bu virusa qarşı da müəyyən əlac tapacaqlar, həmən virusa qarşı müəyyən antivirus yaradacaqlar və bu virusun qarşısını təblərimiz alacaq. Allahın ən sadiq havadarları, haqq yoluna azan diktatorları bir an içində yıxarlar taxtdan, ölkələr qutara zülmdə olan. Dövlətlərdə əlbəttə ki, diktatorlar mövcuddur. Bir çox dövlətlərdə diktatorlar var. Ancaq bu diktatorların ömrü uzun çəkmir, keçdikcə həmin diktatorları hakimiyyətdən yıxırlar. Məsələn, Suriya prezidenti Hafiz Əsəd neçə milyon insan qırdı, diktator idi, insanları məhv etdi, öz xalqını məhv etdi. Ancaq sonra qaçdı, hakimiyyətdən yıxıldı. Saddam Hüseyin onun kimi, ancaq Saddam Hüseyini elə öldürdülər, ancaq onu da öldürməmişdilər, o da Suriyanın türməsində salmışdılar, gizli saxlayırlar. Başqa ölkələrdə də diktatorları xalq dözə bilmir. Diktatorların zülmü qarşısında xalq ayağa qalxır və öz dövlətlərində diktatorları hakimiyyətdən yıxırlar. Yəni, bu proseslər çox uzun çəkmir, keçdikcə bu diktatorların sonu yaxınlaşır. İndi dövlət rəhbəri də elə bir rəhbər olmalıdır ki, xalqına kömək etməlidir, xalqına maddi dayaq olmalıdır, xalqın maddi rifah halını yaxşılaşdırmalıdır. Ancaq dövlət rəhbəri
bir qrup belə deyək ki, zəhərləri öz ətrafına toplamaqla xalqın qanını sorursa, deməli belə bir dövlətin rəhbəri hakimiyyətə çox qala bilməz. Gec-tez həmin dövlət rəhbərini hakimiyyətdən yığacaqlar və o xalqın qanını soran zəhərləri isə onları isə zindanlara atılacaq. Var dövlətləri xalq tərəfindən alınacaq, dövlətə qaytarılacaq. O, belə deyək, diktatorun ətrafında olan korrupsioner dövlət məmurları sonu fəlakətlə qurtaracaq. Ya məhv olacaqlar, ya da yerləri zindan olacaq. Əziz dinləyicilər, bu qədər. Bununla da bugünkü videomu tamamlayıram. Sağ olun, gələn görüşlərə.